Natural ədədlərin bölünmə əlamətləri, qalıqlı bölmə. Başlayaq sual 1-dən uşaqlar. Nə yazıb görək? Ədədi 17-yə böldükdə natamam qismətdə 3 alınır. Qalıqda isə 16 alınır. Bu ədədi tapın. Yəni bizdən həmin bölünəni soruşur. Ədəd olsun x. Bu ədədi bölmüşük 17-yə. Bərabərdir. Natamam qismətdə 3 qalıb, qalıqda isə 16 qalıb. Bu şəkildə yazırıq. Bilirik ki, qalıqlı bölmədə qismət demirik, natamam qismət deyirik. Və demişdik, bölünəni tapmaq üçün neyinirik? Böləni vururuq, qismətə üzərinə qalığı gəlir. Biz burada x-i tapmaq üçün 17-ni vurmalıyıq 3-ə, üstünə də 16 gəlməliyik. 17-ni 3-ə vurduq. 51 üstü 16, bəli, doğrudur. Doğru cavab olur. Demək, 67. Bu şəkildə biz bunu qeyd edə bilərik. A bəndi olmuş olacaq. İkinci sualda eyni qayda ilə həll olunacaq. Gəlin keçək sual 3-ə. Ədədlərdən hansı 18-ə bölünür? Demək, bir ədədin 18-ə bölünməsi üçün uşaqlar, həmin ədəd həm 2-yə bölünməlidir, həm də 9-a bölünməlidir. Yəni, 18-ə bölünmə əlamətini belə araşdırıb tapa bilərik. Əgər bir ədəd 2-yə bölünəcəksə, deməli o cüt olacaq. Onda A bəndi, D bəndi cavabdan çıxdı. Heç onlara baxmırıq. Çünki onlar təkdir, 2-yə bölünmür. Amma B, C, E cüt olduğuna görə bunların hər biri 2-yə bölünür. 2-yə bölünməni tapdıq. Həm də 9-a bölünməlidir axı 18-ə bölünməsi üçün. 9-a bölünməsi üçün də rəqəmlərinin cəmi bölünməlidir. C bəndinə baxaq görək. 4 üstəgəl 4, 8, 7 üstəgəl 7, 14, 14-ün üstə 8, 22, 22-nin üstəndə 5 gələcəm. Bunun rəqəmlərinin cəmi 27 eləyir. 27 9-a bölünür. Deməli, bu ədəd özü də 9-a bölünür. Və sonu cüt olduğuna görə də 2-yə bölünür. Demək, həm 2-yə, həm 9-a bölünürsə, əmin ola bilərik ki, bu ədəd 18-ə qalıqsız bölünəcək. Doğru cavabımız C bəndir. Sonra 4-cü sualda ədədlərdən hansı 15-ə bölünür? Demək, uşaqlar, bir ədədin 15-ə bölünməsi üçün o ədəd həm 3-ə bölünməlidir, həm də 5-ə bölünməlidir. 5-ə bölünməsi üçün sonu ya 0 olmalıdır, ya da 5. Baxıram ki, bütün variantların sonu 0 və yaxud da 5-dir. Deməli, bu gördüyümüz ədədlərin hər biri 5-ə bölünür. Amma bir dənəsi 3-ə bölünür. Biz o 3-ə bölünəni tapmalıyıq ki, hansıdır 3-ə bölünən? Görək hansıdır? 15. Bu da C bəndidir. Düzdür? Ha, C bəndi. 18 eləyir rəqəmləri cəmi. Sonu 0-dır, 5-ə bölünür. Həm də rəqəmləri cəmi 18 eləyir, 3-ə bölünür. Deməli, bu ədəd həm 3-ə, həm 5-ə bölünür. O zaman 15-ə də bölünmüş sayılacaq. Sonra keçirik 5-ə. Ədədi 8-ə böldükdə qalıq hansı ədəd ola bilməz? Biz demişdik ki, qalıq böləndən kiçik olmalı. Bəli, qalıq 9 ola bilməz. Çünki qalıq 9 olsa, axı o təzədən 8-ə bölünər. Sonra keçdik sual 6-ya. Nə deyir 6-da? Ədədinin 15-ə bölünməsindən alınan qalığı tapın. Bayaq demişdik, toplananların hər biri müəyyən bir ədədə bölünürsə, cəm də bölünür. Əgər toplananların məsələn 4-ü bölünürsə, 1-i bölünmürsə, o bölünməyənin qalığı nə olsa, cəmin də qalığı o olur. Yəni burada birinci toplananımız 1-dən 9-a qədər, 10-a qədər ədədlərin hasilidir. Fikir verin uşaqlar, bu hasilin içərisində 3 var, bir də 5 var. Yəni bir ifadədə 3 vurğu və 5 vurğu varsa, bu hasilin cavabı neçə eləsə, həmin cavab 3-ə də bölünəcək, 5-ə də bölünəcək. Deməli 15-ə bölünür. Onda qalıq ikinci toplanandadır. İkinci toplanan da 8-dir də. Yəni bu vurulma olan var, ha, bu vurma olan. Bu ədəd 15-ə bölünür. 15-ə bölünən ədədin üstünə 8 gəlsəm, o 8 elə qalığı verəcək də mənə. Doğru cavab olur D. Neçənci sual idi bu? 6.
6. Aha, bunu başa düşdük. 7 də eyni o qayda ilədir. Baxın, 2 var, 9 var. Deməli 2 dəfə 9-un 18 eləyir axı. Deməli birincidə 18 vurğu varsa, qalıq elə ikincidir, 14-dür. Əgər bu ikinci toplanan 14 yox, məsələn 23 olsaydı, onda qalığı 5 götürəcəkdi. Çünki 23-ü 18-ə böləndə qalıq 5 qalır. 5 qalır. Sonra 8-ci suala baxaq. Ədədi 3-ə tam bölünür. A plus B cəmi hansı ədəd ola bilməz? Əgər bir ədəd 3-ə bölünürsə, onun rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Toplayıram 4, 5, 9, o da 7. Bunun rəqəmləri cəm elədi 16. Düzdür? 16-nın üstünə neçə gəlsəm 3-ə bölünər? 2 gəlsəm bölünər. Sonra 3-3 artırıram da avtomatik onu. 2 gəldim bölünsə 3-ə bölünən ədədlər 3-3 artır. 5, 8, 11, sonra 15, 18, 8. Yox, 11-in üstünü 3 neçə eləyir? Yox, səs 14, sonra 17, 17, sonra 3-3 artırdıqda 20 və belə davam edir, eləmi? Deyir, A üstə gəl B cəmi hansı ədəd ola bilməz? Baxın, görün, 2 ola bilər. Deməli, B variantı ola bilər. 5 yoxdur cavabda, 8 də ola bilər, 11 də ola bilər, 17 də ola bilər, amma 9 ola bilməz. Çünki 9 gələndə 16-nın üstünə 9, 25 eləyir axı. 25 eləyirsə bu bölünmür. Başa düşdünüz necə elədir? Həmçinin 9-cu sualda eyni o qaydadır. Hansı ədəd ola bilməz? Gəlin toplayaq. 8, 3, 11, 11 üstünə 2, 13. Eləmi? 13-ün üstünə 11 gəlsəm 24 eləyər, 3-ə bölünər. 13-ün üstünə 5 gəlsəm 18 eləyər, bölünər. 13-ün üstünə 8 gəlsəm 21 eləyər, bölünər. 7 gəlsəm 20 eləyir. 20 axı 3-ə bölünmür. Yəni A plus B nədir? A ilə B-nin cəmi də bu rəqəmlərin cəmi. Deməli 7 ola bilməz. Çünki 7 olsa 20 eləyir. O da ki olmur da. 20 ola bilməz axı. Çünki 3-ə bölünmür. 10. Ədədlərdən hansı 2-yə və 5-ə bölünəni göstərin. Şöyle, əgər ədəd 2-yə və 5-ə bölünürsə, deməli neçəyə bölünməlidir? 10-a. 2 ilə 5-ə bölünür 10-a. 2 və 5-in 10 edir axı. 2-yə və 5-ə bölünən ədəd 10-a bölünməlidir. 10-a bölünməsi üçün də o ədədin sonu 0 olmalıdır. Doğru cavab A. Düzdür, qalanların sonu 0 deyil. Məsələn, D bəndi 5-ə bölünür, 2-yə bölünmür. E bəndi 2-yə bölünür, 5-ə bölünmür. B bəndi 5-ə bölünür, 2-yə bölünmür. C bəndi 2-yə bölünür, 5-ə bölünmür. Amma A bəndi həm 2-yə, həm də 5-ə bölünür. Çünki sonu 0-dır, 10-a bölünür. 11. Ədədlərdən 2-yə və 3-ə bölünəni göstərin. Uşaqlar, əgər bir ədəd 2-yə bölünürsə, o cüt olmalıdır. Ona görə A bəndini silirəm. C bəndini də silirəm. Mən araşdırmanı aparacağım B, E, D üzərində. Çünki B, E, D bəndləri 2-yə bölünür. Çünki hamısı cütdür. Həm də 3-ə bölünməlidir. 3-ə bölünməsi üçün rəqəmlərinin cəmi bölünməlidir. E bəndi. E bəndi. E bəndi. Bəli. 21 eləyir də bu rəqəmləri cəm eləmir. 8, 6, 14, 14 idi 21. Demək bu ədəd bölünür. Doğrudur. Sonra baxırıq sual 12-yə. X-in yerinə hansı rəqəmi yazdıqda ədədi 9-a tam bölünür? Bir ədədin 9-a bölünməsi üçün onun rəqəmlərinin cəmi 9-a bölünməlidir. 5, 3, 8, 16, 22, 25 eləyir bunun rəqəmləri cəmi. 25-in üstünə neçə gəlsəm? 2. 2 gəlsək bölünür. 2 gəlsək bölünər də, düzdür? Bəli. Burada neçə yerdə x var uşaqlar? 2 yerdə x var. Onda bunların hərəsinin yerinə 1 yazmalıyam da. Çünki 1-in üstünə 1, 2 eləsin də bunların cəmi. Başa düşdünüz? Doğru cavab deyil. Əgər 2 ödəməsəydi, başqa bir ədədi yoxlayacaqdı. Sonra 13. A ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda 8 alınır. A ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın. Demək uşaqlar, bir A ədədi götürürəm. Demək, nə deyir? Bu ədədi 10-a böldük.
böldük ona. Natamam qismətdə C alındı, qalıqda 8 alındı. Bu şəkildə yazdım. Gəlin A ədədini tapaq da A bərabərdir. 10C üstəgəl 8. Bölünəni tapmaq üçün bölünəni vurdum qismətə, üstünə də qalığı gəldim də. Deməli A ədədi 10C üstəgəl 8. Bizə deyir ki, A ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın. Yəni biz 10C üstəgəl 8-i bölməliyik 5-ə. Necə bölərəm mən bunu? 10C onsuz da bölünür də 5-ə. 8 bölünmür axı. 8-i üstəgəl 5 yazıram. 3 yazıram. 5 üstəgəl 3 yazıram. Bölünsün 5 yazıram. Bərabərdir. Deməli, 10C üstəgəl 5 bölünsün 5 üstəgəl 5-də 3. Bunu bu şəkildə yaza bilərəm də mən. Ayırdım. Birinci kəsir sürət məxrəcə tam bölünür axı. 2C üstəgəl 1 qalır. 10C-də 5-ə bölünür 5. Üstəgəl 5-də 1. 5-də 3 qalıqdır. Yəni bu 2C üstəgəl 1 natamam qismətdir. 3-dəki qalıqdır. Başa düşdünüz? 2C üstəgəl 1 onun qismətidir. Aha. Aydındır? Bəli. Yaxşı, bir dəqiqə üzr istəyirəm uşaqlar. Aha, uşaqlar davam eləyək. 14-cü məsələdə eyni o qaydadır. Bax, A ədədini 8-ə böldükdə qalıqda 7 alınır. Deməli, bir A ədədi yazıram. Bunu böldüm 8-ə. Bərabərdir. Qismət nədir bilmirik. Qismət olsun x. Qalıqda 7 alınıb. Qalıq 7. Bizə nə deyir? 2A üstəgəl 1 ədədinin 8-ə böldükdə alınan qalığı tapın deyir. Gəlin buradan A-nı tapaq. Solda A bərabərdir. 8x üstəgəl 7. A demək 8x üstəgəl 7. Gətirib onu burada yerinə qoysam. Olacaq 2 vurulsun 8x üstəgəl 7. Üstəgəl 1. Bu da eləyəcək. 16x üstəgəl 14 üstəgəl 1. 2-ni vurdum astım da mötərəziyə. Bu da olacaq 16x üstəgəl 15. Bu şəkildə tapdım. Deyir 8-ə böldükdə alınan qalığı tapın. Qalığı tapın deyirsə uşaqlar 16x 8-ə bölünür də. Burada qalıq qalmır. Qalığı bu biri toplananın içərisindədir. 15-i də 8-ə böləndə qalıq neçə qalır? 7. 7. Demək bunun yenə də qalıq 7 olmuş oldu. Bunun başqa yolu da var da uşaqlar. Biz bunu bu şəkildə yazdıq. Başqa yolu nədir? Yəni konkret yerinə ədəd qoyucuna. Bax, elə bir ədəd tapmaq lazımdır ki, o ədədi 8-ə böləndə qalıq 7 eləsin. Məsələn 15. 15-i 8-ə böləndə qalıq 7 qalır. Ədədimiz oldu 15. Özümüz qəbul elədik ki, A 15 olsun. İndi 2A plus 1 olacaq. 2 vur 15 plus 1. O deyəcək 31. İndi 31-i 8-ə böləndə 24-ü bölünür, 7-si qalıq qalır. Başa düşdünüz? Bu şəkildə deyə bilər. Yəni konkret ədədlərlə də demək mümkündür. Məsələn 15-ə baxın. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Sən o ədədi seçə bilərsən də. Məsələn ədəd olsun 37. 37. 37-ni 21-ə böləndə 16-nı qalıq verir də. İndi sən 37-ni 7-yə bölsən, 35-i bölünəcək, ikisi qalıq qalacaq. Doğru cavab E. Başa düşdünüz? Yəni konkret ədədlərlə də deyə bilərsiniz və yaxud da hərflər deyib mən yazdığım kimi də yaza bilərsiniz. Sonra 16. Natural ədədi 12-yə böldükdə qalıqda 10 alınır. Ədəd olsun neçə? 22. 22. Aha. 22. Bu ədədi 6-ya böldükdə qalıq neçə olar? 4.
18-i bölünər, Dörd. 4-ü qalıb Dörd. qalar da. Başa düşdünüz? Bəli. 17. 6 rəqəmli ədədinin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini tapın deyir. Bir ədəd 6-ya bölünməsi üçün uşaqlar həm 3-ə bölünməlidir, həm də 2-yə bölünməlidir. Bax 6-ya bölünməsi üçün 2-yə, bir də 3-ə bölünməlidir. 2-yə bölünməsi üçün cüt olmalıdır. Onda A-nın yerinə yaza bilərəm 0, 2, 4, 6, 8. A-nın yerinə bunları yaza bilərəm. 0, 2, 4, 6, 8 yazsam 2-yə bölünür. İndi görək bunlardan hansıları yazanda bu ədəd həm də 3-ə bölünür. Toplayaq rəqəmlərin cəmi. 7, 3, 10, 13, 19. Bəli. 19-un üstünə mən neçə gəlim? 2 gəlsəm 21 eləyər, bölünər. Düzdür? Sonra 19-un üstünə 8 gəlsəm 27 eləyər, bölünər. 3-ə bölünər. 2-yə. Deməli 2 və 8 ola bilər. A-nın mümkün qiymətlərini cəmi eləyəcək 10. 10. 6-ya bölünməsi üçün bax bir daha deyirəm. Həm 2-yə, həm 3-ə bölünməlidir. 2-yə bölünməsi üçün cüt olmalıdır. Ona görə A-nın yerinə 0, 2, 4, 6, 8 rəqəmlərini yazmaq olar. Və araşdırdım ki, onlardan 2 ilə 8-i yazan zaman bu ədəd həm də 3-ə bölünür. Hər ikisinə bölünməlidir ki, 6-ya da bölünmüş sayılsın. Sonra keçirik sual 18-ə. N-in hansı qiymətlərində 5 rəqəmli ədədi 3-ə bölünür? 3-ə bölünməsi üçün rəqəmlərinin cəmi 3-ə bölünməlidir. 7, 1, 3, 10, 14. Rəqəmlərin cəmi 14-dür. O N-in də yerində bir dənə rəqəm var da, onun da yerinə məsələn deməli B bəndi olur. B bəndi bəli. nədir? B bəndi. B A, bəndi. B, B B. B bəndi. 14-ün üstünə 1, 15, 14-ün üstünə 4, 18, 7, 21, bəli, tamamilə Okay. doğrudur. Cavab B bəndi olmuş olacaq. Sonra 19. Hasilinin 7-yə bölünməsindən alınan qalığı tapın. Şu an 7-yə bölünmə əlaməti biz öyrənməmişik, amma ədədlərə baxan kimi o ədədlərin 7-yə bölündüyünü görmək olur da. Bax 147.776. Bax 140.000 olsaydı bu ədəd bölünərdi də 7-yə. Çünki 14 bölünsə 140.000 bölünür. Onda 147.000 də bölünür. Demək bu ədəd neçə olsaydı 4-ə bölünərdi, 7-yə bölünərdi. 147.770 olsaydı bu 7-yə bölünəcəkdi. Çünki 147 də bölünür, 770 də bölünür. Yəni 147.770 7-yə bölünür. Deməli orada artıq qalan nədir? 6. 6 bunun birinci vuruqda qalıq 6-dır. İkinci də 147.770 olsaydı 7-yə bölünərdi. Onun da qalığı 3-dür. 3-dür. Deməli, vuruqların hər birindən qalığı tapırıq. Sonra o qalıqları bir-birinə vururuq. 6 dəfə üçün 18. 18. Sonra təzədən qalıqları vurub bir daha 7-yə bölürəm. 18-i 7-yə böləndə 14-ü bölünür, 4-ü qalıq qalır. 4. Qalıq. Başa düşdünüz? Bax, bu şəkildə deyə bilər. Yəni o ədədləri bir-birinə vurmağa ehtiyac yoxdur. Hər bir vuruğun qalığı tapılır, sonra o qalıqlar bir-birinə təzədən vurulur. Sonra keçdik növbəti suala. 20-ci sualda 8-ə bölünürsə deyir, 8-ə bölünməsindən qalığı tapın. Son 3 rəqəmi 8-ə son 3 rəqəmin əmələ gətirdiyi ədəd 8-ə bölünürsə, həmin ədəd 8-ə bölünür. Hə, cavabı deyirsiniz uşaqlar, 2-dir. Aha. Birincinin sonu 885. O 880 olsaydı 8-ə bölünərdi. Deməli 5 qalıq var orada. Bu birisində də 880 olsaydı bölünərdi. Bunda da qalıq 2-dir. Birində qalıq 5-dir, birində qalıq 2-dir. Vuranda 10 eləyir. 10-u 8-ə böləndə qalıq 2 qalır. Aha, doğrudur bu da. Sonra 21-ci suala baxaq. Görək 21-ci suala nə deyir? 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək XY hasilini tap. Uşaqlar, əgər bir ədədi 5-ə böləndə qalıqda 4 alınırsa, o ədədin sonu ya 4-dür, ya da 9-dur.
Çünki sonu 4 Hə. olsa 4 özü qalıqdır. Sonu 9 olsa 5 olsaydı bölünərdi. 9 olsa qalığı 4 verir. Yəni bu ədədin sonu ya 4-dür, ya da 9-dur. Deyir, 4'tü sonu. bəli, həmin ədədin deyir 18-ə tam bölündüyünü bilərik. Əgər ədəd 18-ə bölünürsə, deməli 2-yə bölünür. Bəli. 9-a bölünməsini heç düşünmürəm. 9-a bölünür ha, amma bizə lazımdır ki 2-yə bölünməsini tapaq. Niyə? Çünki 2-yə bölünürsə cüt olmalıdır. Onda 9-u mən onun axırına yaza bilmərəm. Təyin elədim ki, y 4 olacaq. Y-i artıq əminəm. Demək, y-in yerinə 4-ü yazdım. Həm də ki 9-a bölünməlidir, axı 18-ə tam bölünür. Onda rəqəmlərin cəmi bölünməlidir. Toplayıram. 3, 2, 5, 5-in üstünə 4, 9, 9-un üstünə 7, 16. Bunun rəqəmlərinin cəmi 16 edir. Onda x-in yerinə 2 yaza bilərəm ki, 16-ın üstünə 2 gəlim, 18 eləsin, 9-a bölünsün. Sonra 11 gəlir, 11 də yerləşdirə bilmərəm, axı 2 rəqəmlidir. Demək, x 2-dir, y də 4. X, y hasili 2 vur 4, 8. doğru cavab 8. Aferin. Sonra keçirik 22-yə. 5 rəqəmli ədədinin 5-ə böldükdə qalıq 3 alınır. Əgər qalıq 3-dürsə, bunun sonu ya 3-dür, ya da 8-dir. 3 ola bilməz, çünki tək ola bilməz də, axı 18-ə bölünür. Tapdım ki, y-in yerinə 8 yazacağam. 18-ə bölünməsi üçün həm də 9-a bölünməlidir. 8, 8, 16, 4, 24 eləyir də rəqəmlər. 25 eləyir. 25. Onda 2 yazmalıyam da ora ki, 27 eləsin, 9-a bölünsün. Demək, y-in yerinə 8 oldu, x-in yerinə 2 oldu. X, y hasili 16. Bu da D bəndi. Sonra 23. Nə deyir 23-də görə? 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Şöyle 3-ə bölünən ədədlər 12-yə bölünmür də. Yəni bəziləri bölünür, bəziləri bölünmür. Amma 12-yə bölünən ədədlər 3-ə bölünür, bunu bilirik. 3-ə bölünən ədədlərdən hansıları 12-yə böləndə qalıq qalar? 12-yə bölünməyənlər. Yəni 3, 6, 9. 9. Bax bu 3-ü, 6-nı, 9-u 12-yə böləndə qalıq elə bunların özü olur da. Sonra 15, 18, 21. Bunlar da 3-ə bölünür, amma 12-yə bölünmür. Bölün 3-ə böləndə, 15-i 3-ə böləndə, 12-yə böləndə qalığı 3 verir. 18-i 12-yə böləndə qalığı 6 verir. 18-i 21-ə böləndə qalığı 9 verir. Yəni 3-ə qalıqsız bölünən ədədləri 12-yə böləndə qalıq ya 3 qalacaq, ya 6 qalacaq, ya da 9 qalacaq. Bunu da cəmsi neçə eləyir toplayanda? 18. İndi 24. 7-yə qalıqsız bölünən natural ədədləri 28-ə böldükdə alına bilən müxtəlif qalıqların cəmi. Deməli, 7-yə böləndə qalıq qala bilər 7-nin özü, 28-ə böləndə 14, bir də 21. 28-dən kiçik olub 7-yə bölünən ədədlər qalıq qala bilir də burada. O da 42 eləyir də rəqəmlər üçün. 42. Doğru cavab olur A. Doğru. Sonra keçdi 25. Görə 25-də nə deyir? AB ədədinin BA ədədinə bölünməsindən alınan natamam qismət vahidə. Qalıq isə 36-ya bərabər olarsa, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, AB üstü xət bölünsün, BA üstü xət bərabərdir 1. Qalıq isə 36-dır. A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Şöyle biz bilirik ki, qalıq böləndən kiçik olmalıdır. Deməli, BA ədədi AB-nin içərisində bir dəfə yerləşir. Özdəki o 36-dan böyük ədəddir bölən. Yəni 36-dan böyükdür. İndi bilmirik neçədir. Bunu uşaqlar belə yaza bilərik də.
Deməli mən AB-ni tapmaq üçün, bölünəni tapmaq üçün BA üstü xətti vurmalıyam 1-ə, üstünə də gəlməliyəm qalığı da. Bölünəni tapmaq üçün bölən vurulur qismətə, bu vurulur natamam qismətə, üstünə qalıq gəlir. Açılışların yazsam AB üstü xətt 10A üstəgəl B kimi açılır. Bu birisi də 10B üstəgəl 15 A şəkli. 15 1-ə vuranda için dəyişmir. Üstəgəl 36. Sola keçirdirəm hər ikisini. A-nı gətirdim 10A-nın yanına oldu 9A. 9 B-dən də 10B-ni çıxanda çıxılsın -9B bərabər də 36. Hər tərəfi 9 ixtisar edirəm. A çıxılsın B bərabərdir 4. Demək, A-dan B-ni çıxdım. Cavab qaldı 4. Bu o deməkdir ki, A ədədi B ədədindən 4 vahid böyükdür. Yəni B 1-dirsə, A 5-dir. B 2-dirsə, A 6-dır. B 3-dürsə, A 7-dir. B 4-dürsə, A 8-dir. B 5 olanda A Ola 9 9 olmalıdır. B 6 olanda A 10 olmalıdır. 10 yaza bilmənə bax 2 rəqəmlidir. Düzdür? Deməli o AB ədədi ya 51-dir, ya 62-dir, ya 73-dür, ya 84-dür, ya da 95-dir. İndi bunları bölməliyik BA-ya, yəni 15-ə, 26-ya, 37-yə, 48-ə, bir də 59-a. AB bölünsün BA verib də şərtdə. Rəqəmlərin yeri dəyişib tərs yazılır. Görək indi hansında bir dəfə düşüb qalıq 36 qalacaq. Birinci getdi. Çünki 51-də 15 3 dəfə yerləşir, bir dəfə yerləşmir. 62-də 26 2 dəfə yerləşir, bir dəfə yerləşmir. Natamam qismət vahidə bərabər olmalıdır. 73-də 37, bəli. Bir dəfə yerləşir. Həm də 73-ü 37-yə böləndə qalıq qalır. Həm də ki, uşaqlar 15 ilə 26 36-dan kiçiyə də dağ. Biz demişdik qalıq böləndən kiçik olmalıdır. Demək, sonra 84-ü 48-ə böləndə bir dəfə düşür, qalıq 36 verir, doğrudur. 95-i də böləndə bir dəfə düşür, qalıq 36 verir. Bu üç şərtin üçü də doğrudur. Nə deyir bizə? A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. A birinci yerdə yazılandır da, yəni 7 ola bilər, 8 ola bilər, 9 ola bilər. Bunların cəmini soruşur. 24 O da olacaq 20 24 20 Neçənci sualdır? 25 və doğru cavab olur. A. Başa düşdünüz? Belə yerinə qoyub yoxlaya bilərik. Yəni bu şəkildə ola bilər. 26. Həm 2-yə, həm də 7-yə bölünən neçə 2 rəqəmli ədəd var? Uşaqlar, həm 2-yə, həm 7-yə bölünən ədəd neçəyə qalıqsız bölünməlidir? 14 14-ə qalıqsız bölünməlidir də. Həm 2-yə, həm 7-yə bölünsə 14-ə bölünməlidir. Özə deyir 2 rəqəmli ədəd. 14-ə bölünən neçə dənə 2 rəqəmli ədəd var soruşursam, 14-ə bölünən ədədlər 14 vurulsun n şəklində olmalıdır da. Yəni 14-ə bölünən ədədlər 14-ün vuruqlarıdır. 14-ü nəyə vursam, həmin ədəd 14-ə bölünür. Yəni 14-ə bölünən ədədlər 14 vurulsun n şəklindədir. Biz nə edirik? 2 rəqəmli ədədlərdən 14-ə bölünən ən kiçik ədədimiz 14-dür, ən böyük ədədimiz 98. Yəni bu 2 rəqəmli ədəd dediyinə görə bu şəkildə bərabərsizlik formasına yazdırıq. Yəni 14-ə bölünən ədədlər 14 ilə 98-in arasındadır. Sonra bərabərsizliyimin hər tərəfini 14-ə bölürəm. 14-ü 14-ə böldüm, 1 qaldı. Kiçik bərabər n, kiçik bərabərdir 7. Bu da ki 1-7 parçası şəklində yazılır da. Neçə dənə ədəd var burada? 7. 7-dən 1 çıxıram 6, sonra təzədən üstünə 1 gəlirəm də. Demişdi hər ikisi qapılı olundu. Deməli, həm 2-yə, həm 7-yə bölünən 7 dənə 2 rəqəmli ədəd var. Sonra keçdik 27-yə. Həm 2-yə, həm 3-ə, həm də 7-yə bölünsün. Onda bu neçəyə bölünməlidir? 21-ə. 21-ə bölünən ədədlər 21n. 2 rəqəmli deyir də, hə. Deməli 21 ilə neçə olacaq? 84 49 84.
84-dən yuxarı gedəndə o Hə. artıq 3 rəqəmli olur da. Hər tərəfi 21-ə bölürəm. 21-i 21-ə böləndə 1 kiçik bərabərdir n, kiçik bərabər 4. Deməli 1 4 parçasında yerləşir n. O da ki 4 dənə ədəddir. 1-dən 4-ə qədər. Bunun cavabı olur 4. Sonra 28. Ədədinin 4-ə bölünməsindən alınan qalğı tapın. Uşaqlar, 4-ə bölünmə əlaməti odur ki, son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, həmin ədəd 4-ə qalıqsız bölünür. Birincinin son 2 rəqəmi 19 əmələ gətirir. Burada qalıq 3-dür. İkincinin sonu 74-dür. Bunun qalığı 2-dir. 72 bölünür, 2 qalıq qalır. Sonra qalıqları bir-birinə vururam. Üst dəfə 2-nin 6. Sonra 6-nı kvadrata yüksəldirəm. Mötərizənin kvadratı var axı. Elə də 36. 36 4-ə bölündü. Deməli, birinci mötərizənin içərisi 4-ə qalıqsız bölünür. Qalıq onda neçədir? Elə 3-dür də. 3-dür. Yəni, qalıq elə bu 3-ün özüdür. Başa düşdünüz necə elədik? Bəli. Sonra 29. Ədədinin 25-ə bölünməsindən alınan qalığı tapın. 25-ə bölünmə əlaməti dedikdə sonu 0, 0, 25, 50, 75 olanlardır. Bunun birincinin sonu 0, 6-dır. 6-nı götürsəm 0, 0 qalar da. Deməli, bunun qalığı 6-dır. İkincinin sonu 51-dirsə, 50 olsaydı bölünərdi da sonu. Bunun qalığı 1-dir. 6-nı vurdum 1-ə, elədi 6. Kvadrata yüksəltdim 36. 36 qaldı. 36-nın üstünə 4 gəldim. Sonlarını toplayıram da. 40 elədi. Qalıq neçə qalacaq onda? 15 qalacaq da. 25-ə bölünəcək. Qalıq qalacaq 15. Başa düşdünüz? Ya və yaxud da ki, belə deyə bilərik də, bunun axırı 36 eləmişdi. 11 qalıq buradan qalır. 4 də qalıq bu birisindən qalır. Cəmsində 15 qalıq qalmış olur. Bu 29. Sonra 30. AB ədədinin 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünürsə, S-ni tapın. Demək, AB ədədini bölmüşük 9-a. Qismətdə bir x alınıb, qalıq 5 qalıb. ABC ədədi 9-a tam bölünürsə, S-ni tapın. Uşaqlar, bir ədədi 9-a böləndə qalıq 5 qalırsa, deməli, bunun rəqəmlərin cəmin də 9-a böləndə qalıq 5 qalmalıdır. Elədir? Onda bu A-nın üstünə B gələndə bu AB-nin rəqəmləri cəmi A üstə B olur da. Bunun rəqəmləri cəmi ya elə 5-dir. 5 olsa elə qalığı verir də özü. Ya bunun 14 mü? ya rəqəmləri cəmi 14-dür, ya rəqəmləri cəmi 23-dür. Ya da ki, bunun rəqəmləri cəmi heç ola bilmir axı, 23 ola bilməz. Çünki 2 rəqəmli ədəd olmur axı, 23 2 dənə bir rəqəmli ədədin cəmi ola bilməz. Deməli, A üstə B ya 5-ə bərabərdir, ya da ki, 14-ə bərabərdir. Deyir, ABC ədədi isə 9-a bölünür. Əgər A ilə B-nin cəmi 5 olsa, onda C neçə olmalıdır? 4 olmalıdır ki, 5-in üstünə 4 gəlim, 9 eləsin. Demək, C 4-dür. İndi digər üçün yoxlayaq. A üstə B 14 olsa, C yenə də 4 olmalıdır. Çünki 14-ün üstünə 4 gəlim 8 edir. Və buradan tapıram ki, C neçə olmalıdır? 4 olmalıdır. Da 30-cu sualda belə deyə bilərik. 31. AB üstü xət ədədini 9-a böldükdə qalıqda 3 alınır. 9-a böldükdə qalıqda 3 verirsə, deməli bunun rəqəmləri cəmindən 9-a böləndə də qalıq 3 qalmalıdır. Onda ya elə bunun 6-dır, ya 15-dir, yoxsa 9-a bölünür, ya 6-dır, ya 12-dir, ya 21-dir,
qalığın 2 3 alınması üçün də 21 ola bilməz, çünki 21 bir rəqəmlə edilən cəmi olan məzə ya 6-dır ya 12-dir. 9-a tam bölünürsə, onda bax 6-nın üstünə nə gəlməliyəm? 3 gəlməliyəm ki, 9 eləsin, 9-a bölünsün. Və yaxud da 12-nin üstünə nə gəlməliyəm? 12-nin üstünə məsələn 6. 6 gəlməliyəm. Burada 2 fərqli qiymət ala bilməz axı. Burada niyə 2 fərqli qiymət aldı bu? 31-in. Mənim orada 3 olmalıydı. Hə? Bax, bircə dəqiqə. Tariximə. Bir daha təkrar baxaq ona. AB ədədini 9-a böldükdə qalıqda 3 alınır. Bax, AB ədədini 9-a bölmüşük. Neçəsə düşüb, qalıqda 3 qalıb. X düşüb, qalıqda 3 eləyib. Deyək ki, ABC ədədi 9-a tam bölünür. Şöyle 9-a böləndə qalıq 3 verirsə, bunun rəqəmlərin cəmini də 9-a böləndə qalığı 3 verməlidir. Məsələn, A ilə B-nin rəqəmləri cəmi neçə eləsə? 12 eləsə, 9-a bölərəm, qalıqda 3 qalar. Rəqəmləri cəmi 21 eləsə, 9-a bölərəm, qalıqda 3 qalar. 21 ola bilməz, çünki rəqəmlər cəmi aşır. Demək, rəqəmləri cəmi 12 olmalıdır. İndi bu S-nin yerinə elə bir ədəd yazmalısan ki, A-nın üstünə B gələndə 12 eləyib. S də gərək 6 olsun ki, 12 üstünə 6 gələndə 18 eləsin və bölünsün də tam. Deməli, S-nin yerinə 6 yazmaq lazım. Yuxarıdakı misalda da A üstə gəl B 5-ə bərabəri çıxırıq, yəni 14-ü seçirik ancaq. Sonra 32. X bölünsün Y bərabər 8, qalıq 3. Y bölünsün Z bərabər 5, qalıq 6 olarsa, X ədədinin son rəqəmini tap. X-i, birincidən X-i necə taparam? Y-i vuraram 8-ə, üstünə gəlirəm qalığı. O da olar 8Y üstə gəl 3. Digərindən Y-i tapsam, o da olacaq 5Z üstə gəl 6. Demək, X bərabərdir 8Y plus 6, Y bərabərdir 5Z plus 6. Bizə deyir, X ədədinin son rəqəmini tapın. Şöyle bu Y-in qiymətini gətirib burada yerinə qoyacağım yuxarıda. Ona nətər olacaq? 8 vurulsun, Y-i Z ilə əvəz edirəm də. 5Z üstə gəl 6, üstə gəl 3. Bu Y-in yerinə bildirizdə, Y-in yerinə gətirdim, qiymətini yazdım. Gəlin, indi mötərəzəni açıb sadələşdirə görə nə olacaq? 8-i 5Z-ə vurdum, 40Z. 40Z. Üstə gəl 48, üstə gəl 3. Yəni 8-i mötərəzənin içərisinə hər ikisinə vurdum. Bu da oldu 40Z, üstə gəl 51. Nə deyirdi bizdən? X ədədinin son rəqəmini tapın. Uşaqlar, burada mən 40-ı neçəyə vursam sonu neçə ilə bitəcək? 0 ilə bitəcək də. Düzdür. Sonu 0 ilə bitən ədədi 51 ilə də toplasam, bunun son rəqəmi neçə olacaq? 1. 1 olacaq. Çünki onları toplayanda təklikləri alt-alta toplamalıyam. Birincinin təkliyi 0 olacaq, 51-in təkliyi 1-dir. Bu təkliklər toplananda bunun sonu mütləqdir ki, 1 ilə bitsin. Axırıncı rəqəm 1 olur. Bəli, sonuncu rəqəmi 1-dir. Belə deyə bilərik. 33. M ədədini 7-yə böldükdə qalıqda 6 alınır. M kvadratı üstə gəl 3M üstə gəl 7 ədədini 7-yə böldükdə qalıqda neçə alınır? Uşaqlar, bunun bir yolu konkret ədəddir. Məsələn, M ədədini qəbul eləyərəm 13. 13-ü 7-yə bölsəm, bir dəfə düşər, qalıq 6 qalar. Bir yolu budur. Bir yolda nədir? Bax, M ədədini bölmüşəm 7-yə. Qismətdə X olub, qalıqda məsələn 6 olub. Mən buradan M-i tapsam, 7-ni vurmalıyam X-a, üstünə 6-nı gəlməliyim də. Bölən vurulur qismətə, üzərinə qalıq əlavə olunur. Demək, M 7X üstə gəl 6-dır. Gətirib onu aşağıdakı ifadədə yerinə qoysam, olacaq 7X üstə gəl 6-nın kvadratı, üstə gəl 3 vurulsun 7X plus 6, plus 7. Qoydum yerinə, indi açılışını yazıram. 49X kvadratı, üstə gəl 84X, üstə gəl 36,
Üstəgəl 21x, üstəgəl 18, üstəgəl 7. Sonra oxşar toplananları islah edirəm. 49x kvadratın oxşarı yoxdur. 84x, 21x, 105x, üstəgəl 36, 18, 54, üstünə də 57 gələndə 61. Bu şəkildə tapdıq. Dedik, toplananların hər biri bölünən, müəyyən ədədə bölünürsə, cəm də həmin ədədə bölünür. Bizə nə deyir burada? 7-yə böldükdə qalıq neçə olar? 49x kvadratı 7-yə bölünür, bəli. Deməli, bunun içərisində qalıq qalmır. 105 bölünür 7-yə. Bəli, burada da qalıq qalmır. Qalıq deməli bu 61-in içərisində. Onun da 56-sı bölünür, 5-i qalıq qalır. 2 qalıq qalır. Deməli, 7-yə bölündə qalıq neçə qalacaq? 5. 5. Bir də ki, dedik necə deyə bilərik? Konkret ədəd. Yerinə ədəd qoyarıq. Məsələn, gəlin 34-ü də həmən o ədədlə yazaq. Məsələn, deyir M ədədini 5-ə böldükdə qalıq 3 alınır. M olsun neçə? 8. 8. Gətirirəm aşağıda M-in yerinə 8 yazıram. Olur 8-in kvadratı. Üstəgəl 6 vur 8, üstəgəl 5. 64 üstəgəl 48, üstəgəl 5. 60, 40, 100, 112, 117. 5-ə böldükdə deyir qalıq neçə alınır? 117-ni 5-ə bölsək qalıq 2 qalacaq da. Çünki sonu 7-də axı 7-dən 5-i bölünür, ikisi qalıq qalır. 5 bölündə 2 qalır. Deməli bunun da cavabı 2 olmuş olacaq. 34-ün cavabı. Sonra keçirik 35. Bax, burada nə deyir? N ədədini M kubu ədədinə böldükdə, deməli N-i bölüblər M-in kubuna. Natamam qismətdə 2 olub. Qalıqda 31 olub. N-in ən kiçik qiymətini, rəqəmləri cəmin tapın. Yuxarıda da şərt verib ki, N daxildir N, M daxildir N. N də, M də hər ikisi natural olmalıdır. Burada qalıq 31 qalıbsa, bax, fikir verin, burada M-in kubu var. Yəni, bu M naturaldır. Naturalın da kubu hansısa bir natural ədəddir. Yəni, buradakı ədəd kubdur. Qalıq neçə qalıb? 31. Biz bilirik ki, qalıq böləndən kiçik olmalı. Əgər bu qalıq 31-dirsə, bu bölən var, M kubu. Bu 31-dən böyük ədəddir. Amma elə bir ədəddir ki, nəyinsə kubudur. 31-dən böyük ədədlərdən kub hansıdır? 64. Onda M-in yerində nə dayanır? M-in yerində 4. Onda nətər olur? N bölünsün 64 bərabərdir 2, qalır 31. Bizdən nə soruşur? N-in ən kiçik qiymətinin rəqəmləri cəmini. İndi gəlin N-i tapaq da. 2 vurulsun 64, üstəgəl 31. 128 üstəgəl 31, 159. 159. Toplayıram 14, 15 edir. Bunun da rəqəmlərinin cəmi. Sonra keçdik 36. 402 AB üstü xətt və 75 CD üstü xətt ədədlərini 4-ə böldükdə qalıqda 3 alınır. Bunların hər ikisini 4-ə böləndə qalığı 3 verir. Bizə deyir ki, demək, C üstəgəl D-də, A üstəgəl B. Onda B7-dir. Yox, Samirə. 4-ə bölünmə əlaməti son 2 rəqəmə görə olur. Bir rəqəmə görə yox. 4-ə bölünmə son 2 rəqəmə görə olur. Məsələn, AB var, məsələn, bax bu. Məsələn, 23 ola bilər, 11 ola bilər. 4-ə böləndə qalıq 3 versin də. Başa düşdün nə deyirəm? Aha. Uşaqlar, bizə nə deyir? A üstəgəl B bölünsün C üstəgəl D ifadəsinin ən böyük qiyməti. Bax, bu ifadənin ən böyük qiymətini soruşur. Bir kəsirin qiymətinin böyük olması üçün hansı qaydalar ödənməlidir? Hə, uşaqlar, bir kəsirin qiymətinin böyük olması üçün hansı şərt ödənər? Kəsirin sürəti məxrəcindən böyük. Yəni,
məxrəcini mümkün qədər kiçik götürməliyik, sürətini mümkün qədər böyük götürməliyik. Bəli. Bax, indi S üstə gəldiyini kiçik götürməliyik. Bərabər. Uşaqlar, 75-in sonu SD-dir. Bunun son iki rəqəmindən əvvələ gələn ədədi 4-ə böləndə qalığı 3 verməlidir. Onda bunun son iki rəqəmi neçə ola bilər? 11 ola bilər. Məsələn, belə də ola bilər də 0,3 ola bilər. Qalığın özü 0,3 ola bilər. Sonra 11. Sonra 0,7 ola bilər. 0,7. Sonra 11 ola bilər. Sonra 15 ola bilər. Sonra 19 ola bilər. 4-ə böləndə bunların hamısında qalıq 3 verir də, düzdür? Qalıq tamam. Demək, get-gedə ədədlər böyüyür. Bizə lazımdır ki, S üstə gəldiyi kiçik olsun. Mən onda SD-ni 11 götürəcəm. Çünki 1-in üstünə 1 ən kiçik qiyməti burada alacaq da. İndi 402 AB-nin isə AB-si yenə də bu nə ola bilər? 0,3 ola bilər. 0,7. 4-ə böləndə qalıq 3 verməlidir. 11, 15, 19. Belə-belə davam eləyəcək. İndi biz bunu böyük ədəd götürməliyik ki, sürət böyük eləsin. İndi böyük olması üçün böyük rəqəmlər yazmalıyıq. Yox, 19-dan da böyüsü var axı. Demək, biz orada neçə götürə bilərik? Hər ikisini 9 götürəcəm. 99 yazsam, baxın uşaqlar. 99-un 96-sı 4-ə bölünür, 3 qalıq qalır. Deməli, mən A, B-ni 99 götürə bilərəm. Çünki A-nın B-dən fərqli olduğu haqqında heç bir məlumat yoxdur. Onda sürət olacaq 9 üstə eqal 9. Yəni, sürəti maksimum böyük götürdüm. O 9 9-dan böyük ola bilməz də, onsuz da. Axı bir rəqəm yazılır. Bu deyilir 18 bölünsün 2, bərabərdir 9. 9. 0 nə yazdıq? Hə, 9. Ən böyük qiyməti 9-dur. İndi 37-ci suala baxaq. 58 AB üstü xətti. Bir də 238 CD üstü xətti. Nə deyir? Ədədlərini 4-ə böldükdə qalıqda 2 alınır. Bu səfər qalıq 2 verib. Deməli, C üstə gəl D-dir, sürətdə də A üstə gəl B. Əgər qalıq 2-dirsə, onda bunun sonu 0,2 ola bilər. Sonra 4-4 artırıram da. 0,6 10 14 14. 18 belə. Yəni bunların hamısının qalığı 4 verir. Ta ki gedir bu ən böyük rəqəmlərə qədər də. Deməli, axırı 9 olsa 99 olsa bölünməz də. Çünki 4-ə böləndə qalıq neçə qalmalıdır? Cüt ədəd, görürsünüz, cüt ədədlər gedir. Onda bunun axırıncı rəqəmi ən çoxu 8 ola bilər. Burada 98 yazsam, 98-in 96-sı bölünür, ikisi qalıb qalır da. Demək, burada rəqəm, məxrəc kiçik olmalıdır. Məxrəci nə götürüm? 1, 0 götürüm də, ən az olsun. Surəti 9 ilə 8 götürüm, ən böyük olsun. Məxrəc 1 elədi, surət 17. 17-ni də 1-ə böldüm, cavab neçə qaldı? 17. Demək, A üstə gəl D-də, A üstə gəl B-nin ən böyük qiyməti neçə olmalıdır? 17 olmalıdır. Və bu şəkildə biz bunu deyə bilərik. Bu da 37-ci sual. Sonra ən böyük ortaq bölən, ən kiçik ortaq bölən, natural ədədlərin sadə vurğular ayrılışları gəlir. Uşaqlar, bunu gələn dəfə ayrıca işləyəcəyik. O bir uşaqlar da qoşulsun ondan sonra.